Milyonlarla manat ayrılsa da, hələ də Azərbaycan özünü niyə ərzaqlıq buğdayla təmin edə bilmir? 2024-cü ildə Azərbaycan özünü buğdayla yalnız 56% təmin edib. Taxıl əkən fermer Şahin Nəcəflinin sözlərinə görə ayrılan subsidiyalar ünvanına çatsa da, kənd təsərrüfatı ilə bağlı hökumətin yanaşması səhvdir. Rayonlarda çox böyük bir kənd təsərrüfatı idarələri tikilir, çox belə təmirli falan. Amma onlar subsidiyadan verməkdən başqa demək olar ki, heç bir işlə məşğul olmurlar. Halbuki fermerlərin ən yaxın dostu və məsləhətçisi olmalıdır. Sən onu nə vaxt əkə bilərsən, nə vaxt sulamalısan. Hər bir gecikmə ən azı məhsuldarlıqda 10%, 20%, 15% məhsuldarlıqdan itirir fermer. Devlətin verdiyi subsidiya da ziyan eləyir. Vətəndaş da fermer də öz pulunu itirir. 2022-ci ildə ölkə prezidenti ərzaqlıq buğda ilə bağlı özünü təmin etmə səviyyəsinin yüksəldilməsinə dair fərman imzalayıb. Həmçinin istehsalı təşviq etmək üçün Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçıya 100 manat məhsul subsidiyası verilir. Ayrılan subsidiyalar isə müasir suvarma sistemli taxıl sahələri üçün hər hektara 290 manat, adi sahələr üçün 230 manatdır. Buna baxmayaraq illər üzrə buğda idxalındakı göstəricilər eyni rəqəmlər ətrafında dəyişir. İqtisadçı ekspert Vahid Məhərrəmli deyir ki, bugün kənd təsərrüfatı sahəsində həll olunacaq əsas məsələlər suvarmanın dayanıqlı təmin olunması, keyfiyyətli gübrə təminatı və zərərvericilərə qarşı pestisitlərin keyfiyyətinin artırılmasıdır. Problem nədir? Problem odur ki, sahədə məhsuldarlığı artırmaq üçün müəyyən tədbirlər həyata keçirilməlidir. O tədbirlər həyata keçirilmir. Əvəzində rəqəmlər şişirdilir, ola bilsin kimisə aldadırlar, ictimaiyyəti də aldadırlar. Ortada isə buğda yoxdur. Buğda xaricdən gəlir. İndi güya nazir və onun müavininin verdiyi məlumata görə güya cəmi ölkədə 150 min ton buğda istehsal olunur. Əhəmiyyət kəsb eləmir. Ona görə ki, Azərbaycanın tələbatı bundan 10 dəfə çoxdur. Parlamentin Aqrar Məsələlər Komitəsinin sədr müavini deputat Razi Nurullayev bildirir ki, hökumət müəyyən addımlar atsa da hələlik nəticə almaq olmur. Bunun üçün suvarma və meliorasiya sistemlərinə real nəticə verən investisiyalar subsidiya mexanizmlərinin məhsuldarlıq və keyfiyyət göstəricilərinə bağlanması, fermer üçün gübrə, toxum və texnikaya çıxışın sadələşdirilməsi də vacib amillərdən biridir. Burada isə strateji məhsul kimi etibarlı və sərfəli idxal kanalları ilə də təmin oluna bilər. Azadlıq Radiosu Kənd Təsərrüfatı Nazirliyinə görülən işlərlə bağlı sorğu göndərsə də cavab ala bilməyib. Azərbaycanın buğda tədarük etdiyi ölkələr arasında Rusiya və Qazaxstan ön sıralardadır. Azərbaycanın illik buğda tələbatının 3 milyon tondan çox olduğu bildirilir.